Qlobal istiləşmə, demoqrafik artım, urbanizasiya bu faktorlar şəhərsalmanı ənənəvi yanaşmalardan uzaqlaşdırır. Necə deyərlər, beton cəngəlliklər tarixə qovuşur. Artıq ekoloji təmiz, rahat və insan yönümlü şəhər konsepsiyası prioritetdir. Paytaxtın gələcəyi ilə bağlı gözləntilər isə müxtəlifdir. Çox istəyərdim ki, şəhərdən kənar yerlərimizdə, qəsəbələrimizdə də, kəndə oxşar, kənd tipli qəsəbələrimizdə bu cür abadlaşsın, uşaqlar üçün oyun parkları olsun, şərait yaxşı olsun. Yaşıllıq şəhərdə çoxalsın, parklar, təzə parklar açılsın. Əslində hazırki gedişat məni çox sevindirir, çünki istər-istəməz yeni tədbirlər keçirilir, turistlər gəlir və onların cəlbi üçün çox gözəl tədbirlərdir. Gələcəkdə bir balaca kənarları, Bakı mərkəzi kənarların genişlənilməsi, sakinlərin küçələrdə piyadaların keçidinin yaxşılaşdırılmasını istərdim. Əsas mənim arzum odur. Ekoloqlar hesab edirlər ki, şəhərsalmada əsas məqsəd həm də təbiətlə ekoloji tarazlığı qorumaqdır ki, bu da Bakının gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Avtomobil nəqliyyatı küllü miqdarda çirkin maddələr buraxır atmosferə. Bu insanın həm sağlamlığına, həm də bitki mühitinə pis təsir eləyir. Yaşıllıq fikrinə gələndə Bakıda problemlər var. Bakıda bir ağacı yetişdirmək, paytaxtımızda bir ağacı yetişdirmək elə bir uşağı böyüdüb yetişdirmək qədər çətindir. Şəhərsalmada müasir tendensiyalar nələrdir? Hesab edirəm ki, iqlim dəyişikliyi gələcəyin memarlığını və şəhərsalma prinsiplərini köklü şəkildə dəyişəcəkdir. Artıq əsas məqsəd daha çox bina tikmək deyil, iqlimə uyğunlaşan və insan üçün komfortlu yaşayış mühiti yaratmaqdır. Gələcəyin binaları enerjiyə qənaət edən, yüksək istilik izolyasiyasına malik olan, təbii havalandırmadan istifadə edən və bərpa olunan enerji mənbələri ilə inteqrasiya olunmuş binalar olacaq. Eyni zamanda güclü külək, intensiv yağıntı, istilik dalğaları və digər ekstremal hava hadisələri qarşı daha dayanıqlı layihələr həyata keçiriləcək. Yeni tendensiyada əsas məqsəd insanların rahat, təhlükəsiz və sağlam yaşayış mühitinin formalaşdırılmasıdır. Çünki gələcəyin şəhərləri beton cəngəllik kimi yox, müasir, yaşıl və rahat həyatı təmin edən infrastruktur qismində qiymətləndiriləcək. Fəridə Sadıqzadə, Elçin Taxiyev, Rauf Məmmədov, ASTV Xəbər.